Yaxınlaşdıq Kostyanın yanına. Kostya, səni salamlayıram indidən. Maraqlı bir dənə proyekt yığmışsan. Zəhmət olmasa maşının haqqında biraz məlumat ver bizim izləyicilərə. Salam hər kəsə, yeni videomuza xoş gəlmişsiniz və bu günlərin biz sizin üçün Supercars, bir də ki Retro Cars festivalındayıq. İndi yaxınlaşırıq, Dənizkənarı Milli Parkın yanında sərgimiz var. Sağ olsun Nazar Holding, bir də ki Avtomobil Federasiyasının təşkilatı ilə yeni bir layihədir. Keçən ildə olmuşdu. Keçən il biraz qapalı yerdəydi, amma indi çox gözəl alınıb. Gedirik indi ora. Biraz yolumuz var da, amma heç nə olmaz. Həm vlog tərzidir. 2 dənə video olacaq. Birinci Supercars videomuz olacaq, yayınlanacaq. Sonra isə Retro Cars. 2 dənə video çıxardacağım sizin üçün. Orada da gördüyünüz kimi bir dənə M4 CS, bir dənə də orada i8 dayanmışdı BMW. İndi biz yaxınlaşaq festival olan yerə, oradan başlayarıq. Oktay müəllimlə sağ olsun, qardaşım da kadrofozdur, heç nə olmaz. Oktay müəllimlə yaxınlaşırıq. Buradan gördüyünüz kimi Retro Cars başlayır və oradakı superkarlarımız yerləşir. Yavaş-yavaş yaxınlaşırıq. Həyəcanlı momentlərdə özüm də neçə həftələrdir mən bu momenti gözləyirəm. Moment nə idi? Saçdım. Heç nə olmaz. İndi yaxınlaşaq, oradan sizə tam ətraflı maşınların həm incələməsi belə deməyim də, icazə yoxdur eləməyə, çünki toxunmaq olmaz maşınlara, amma bacardığımız qədər nümayiş elətdirəcəyik. Qəşəngdir. Qəşəng özdə lokasiyanı çox zor seçiblər. Mən görsənmirəm, Oktay müəllim. Yəni, zəhmət olmasa mənə də görsədin, cəmaət mənə də görməlidir maşınlar da. Heç nə olmaz, Oktay müəllim bizim qardaşımızdır. Onu da etiketləyəcəm sizə Instagram videoda. Başlayırıq, maraqlı. Burada retro karlar başlayır, amma biz ən maraqlı yerdən başlayacağıq. Buradan da Kostya'ya salam deyirəm. Kostya'nın Suprasından başlayırıq. Keçək orada da davam edirik. Davay. Yaxınlaşdıq Kostya'nın yanına. Kostya, səni salamlayıram indidən. Maraqlı bir dənə proyekt yığmışsan. Zəhmət olmasa maşının haqqında biraz məlumat ver bizim izləyicilərə. Təzdən restavrasiya elədin, hə? Aldım, restavrasiya elədim qısa bir zamanda. Sonra indi də gəlib dayanıb bizim festivalda. Birinci festival. İnşallah birinci festival bu yox, daha maraqlı festivallarda iştirak eləyər. Koşa, əsas məsələni bir dənə görsədək də bunların o çıxmağını. Gəl bura müəllim. Başladı. Bu ayrı məsələdir. Yəni, maşının rəngidəki az rəngdədir. Что? Ferrari Rosso Corsa. Ha, Ferrari Rosso Corsa. Diskləri, yəni disklər maşına uyğundur. Maşın inşallah 3 litrovu da turbo. Ага. Диски 18-е. Дай вспомнить название. Вспомню, сейчас скажу, сейчас вылетело из головы. Напишешь мне, я там напишу, без проблем. İndi Kostya inşallah yaxın zamanlarda bir dənə bu festivalı yola verək. Kostya icazə versə maşının maraqlı bir dənə incələməsi olacaq. Keçsən içəri, sən içəridən bir dənə zəhmət olmasa çəkilişimizi eləyək. Buratda onu tutardınız da zəhmət olmasa o aşmasın. Gəl bura. Ha. Maşınımız bağlıdır gözdən. Gəl bura. Maşını bir dənə atsın müəllim. Kostya, bunun neydi onun adı şeyi var da? Özün Bir tane görsedin de onun kötüsü bir yeri var. Maraqlı bir tema var, gözlə görək. Maşını tam bağlanıb, gözlüyüm bir dənə maşını asaq. Что? Ana göstərsin, sifəti yaxınlaşdır ki. Okey. İndi bir dənə bagaj atsın. Bu üstəki o Miata var, Fəxri Əsədovda. Onda üstü çıxır axı, bunun kimi qırağa qoyursan. Bunda da elədir. Aha, asır. Bir dənə yəni, lazım olduğu yayda dənizə gedəndə da kondisioner var. Var, amma kondisioner işlətməyə ehtiyacı yoxdur. Всё, açdın, otur. Koşda, sənə bagaj və yəni bir sunkadan artıq heç nə keçməz ha. Bir sunkadan artıq heç nə qoyan var sonra. Gəl bura Oktay, gəl bura. Nə, qəşəng salon var da. Köhnə maşınların salonu kimidir. Yəni, Koşda özü də deyir ki, 10 ildir maşın yatırdı, sağ olsun alıb. Maraqlı bir dənə proyekt qurub. Maşın çox alsaq da, amma rahat, yəni
getdin yəni Şo, ona görə yaxşı da açırsan, şo, lazım deyil. Tavan açdın, özü tavan məsafəsi olsa yoxdur da, yəni. Ayaq məsafəsi çoxdur, amma tavan məsafəsi yoxdur. Yanımızda da bir dənə Mercedes yanında C63. Adamın gözünün ağrıdır, nəysə. Qoysa səsinə qulaq asaqdan olar. Səsini. Hə. Rex Gram Lights 57 maksimum. Rezin 57 maksimum, Grand Lights 57 maksimum. Bakıda yəqin satışda var da bu üstdə. Yox, Vodistan yox. Qaqaşım yəni elə belə şeylər yığmır ha. Gəl bura. Get buraya, get bura. Mikrofon işləyir ha. Gözlə bir dənə, gözlə mikrofonu bir dənə həll eləyək. Gəl bura Oktay. Bir dənə. Elə bura qoysaq bəs eləyir. Zingir qaz ver, çox yox. Səsi olsa var. Mikrofonu götürün, mikrofon. Dedim maraqlı səsi olar da, yox. Maraqlı səsə bax, maraqlı səsə bax. Maraqlı səs bax yanındakı maşındadır. Pis deyil də, özünə görə yəni zordur. Qoşsa elə pribor da elə qalacaq, yəni hər şey zavodda, yəni zavod saxlamaq istəyən. Bu da Yapon pioneri Karazeriya. İki komponentli magnetofon. Altta jostký diskli, yuxarıda da adı monitör. Supranın üstünə, yəni Supradan daha çox qiymət qoyulub. Yapon dili. Yapon dilində? Şoda yəni zavod. Probek skoka? 235. 235 min neçənci ildir maşın? 88. 88 üçün bu heç nədir bunun probegi? Yəni salon zarafatsız, yəni ilinə görə salon çox yaxşı qalıb da. Yaz. Burada belə maşınlarımız var. Mən çox da maraqlı deyil. Sağ olsun, millət də doludur. Gəl bura. Yuxarıdan çək, amma heç nə olmaz. Burada bir dənə yenə köhnə model Mercedes görürük. Gəl bura. Maraqlı şeylər qabaqdadır. Bir dənə Porsche var orada 911. Gəl bura, 2 dənə Porsche tapmışam. Ford Mustang. Qardaşım sağ olsun, videonu şeylədi. Bunları gördük. Belə retro karların çox da, yəni düzün deyim, adım bilmirəm, biraz uzaqlaş. İnsan çoxluğu var deyə, yəni videoda çox pis düşə bilər. İndən üzr istəyək. Gəl bura. Əfsanə. Gəl bura, əfsanəni görsəcəm Tomsa. Burada sizin üçün bir dənə xanım keçsin. Bir dənə Porsche görürük, əfsanə Porsche'miz. Bu özü Heydər Əliyev sarayında, muzeydə, maşın muzeyində yerləşdiriblər bu maşını. Yəni orada kim istəyirsə ətraflı gəlib baxa bilər. Orada da yəni təklikdə olursunuz da, çox adam yoxdur. Gəl bura, təzədən BMW-miz var burada. Yenə Vaz, Sovet yenə burada sözün deyir. Yəni Sovetlər yığışıb, bura bir dənə Sovet, 2 dənə Sovet, 3 dənə. Yoxsa mənim səsim düşür ha. Hə, heç nə olmaz. Zordur, bombadır. Olsa videoda o gedəcəksən, yox olasın orada. Orada nə edəcəksən? Haqqa verəcəyik. Biz gəlmişiksə bura haqqa verməyə. Gəl bura, sağ olsun, qardaşımız da full deyə gəzir bütün Bakı. Burada Mr. B maşınından tapmışam. Gəl bura. Mr. B maşınındandır bax. Mr. B-ndə elə bil biraz daha yekəydi, amma heç nə olmaz. Amma Mr. B maşındır. Prosto keçən il bir şey yaxşı ki, işçilər daha az idi və rahat keçmək olurdu. Burada bir dənə biraz pis vəziyyətdə bir dənə maşın var. Kuza deyəndə ki, buradan bir nəfərə salam demək istəyərəm, amma demirəm, anonim. Yəni, maşın ideal da. Burada bir dəqiqə, burada Azərbaycan Nazar Qrupun, Ferrari Azərbaycan rəsmi şirkətinin Nazar Qrup Zillerin burada sizə avtobusunu göstərirəm. Hansı ki, avtobusda bildiyimiz o ev avtobuslar var ha. Baxın ondandır. İnşallah bəlkə qoyarlar, içinə girərik. Burada bir dənə Porsche 911 görürük. Prosto tam yaxınlaşma olmaz. Burada işçilər icazə vermir. Amma o bir tərəfdən yaxınlaşarıq. Retro karlarımızı bura nümayiş eləyiblər. Burada bir dənə Volga var. Maraqlı Volga görmüşəm. Gəl bura. Maraqlı bir dənə Volga var. Maraqlı bir dənə Volgamız var. 01'dir, 06'dır bu. Bir dənə olar. 01'dir, 06'dır. Bilmirəm tam dəqiq. Amma qəşəng rəngi var. Mənim rəngi çox ləzzət elədi. Arada mənə də görsəz, amma mənə də görsəz zəhmət olsa. Burada oje
333 bir dənə qırmızı rəngdə idealni bir dənə maşınımız var. Bu Mercedes hansı modeldir? Modelini bilmirəm, amma bütün modelləri çalışdığım qədər video montaj sferasında paylaşılacaq. Gəl bura, gəl bura, gəl bura, gəl bura. Cadillac-a bax, gəl. Bir dənə Tornadonun zəhmət olmasa görsədək, Tornadomuz var burada, qəşəng gəmi deyir, bu nə boydadır? Dalıca bir dənə də yenə, belə deyim də, mən bu maşınların adını belə sizə deyəcəm. Bu maşınların adı Sovetdir, Sovet. Bax bu, iminli bu. Sovet. Təzdən bir dənə, dalıca bir dənə qaz gəlir. Burada bir dənə də əfsanə var. Nömrəsini bir dənə zəhmət olmasa görsəd, elə nömrəsi öz əfsanədir. Gördüyümüz kimi bir dənə də Abrojo 30 illik Mercedes-ə aid olan bir dənə stentimiz var burada. Mercedes 236 və 114. Bir bura bax. Bir dənə zəhmət olmasa olar biz keçək. Можно мы пройдем? А можно я сниму? Извините. Mercedes-Benz V108 var burada. Bunu da görsət. V108. Qəşəng burada 2.5-6 sıra 6 silindir 130 at gücüdür. Burada hər şey yazılır. Bir dənə keçək indi bura. Bir dənə zəhmət olmasa yol verin. Oktay müəllim yaxınlaş Oktay müəllim. Yaxınlaş. Burada bir dənə Gruzinski nomerdən üzrü say qardaş. Gruzinski nomerdən bir dənə Mercedesimiz var burada. Maraqlı, qəşəng. Fikir verirsiniz də mən çəkdə. Arada bir mən də düşüm də zəhmət olmasa videolarda mən də düşmək istəyirəm. Maşın da maraqlıdır, mən də maraqlıyam. Salonları Mercedeslərin çoxsun ya ağ rəngdə olur ya da ki korичневый. Burada уже vəbşə bir dənə əfsanə yatır. Bu yəni Mercedes apar qoy qırağa. BMW olan yerdə yəni Mercedes elə bir şey yoxdur. Qabaqda bir dənə Ferrari görürəm. Retro Ferrari yaxınlaşırıq o yana. O mən öz kanalımda, Instagram səhifəmdə sizə incələməsini çəkmişəm. İncələməsini deməyim, qısa bir metrajlı videodur. Gəl bura, adam çoxdur. Gəl. Burada sizin üçün bir dənə GT Oktay bəy. Buyur qardaşım. GT 350 Shelby. Shelby'ni görsəz, Shelby yazısı da. Orada aşağıda bir dənə maraqlı Shelby yazısı. Buradan uca keçirik. Buradan gəlik. Gəl bura, əsas moment buradadır. Gəl bura, Oktay. Çoxlarının gördüyü, çoxlarının fikir verdiyi mənim kanalımda ətraflı. Bunun bir dənə reelsi var. Ferrari'mizdir, köhnə retro Ferrari'mizdir. Çox idealini də saxlayıblar burada. Vəbşi adamın gözü qamaşır. Orada bir dənə Ferrari var, daha Ferrari. Gəl bura. Üzürü sayın. Məndə videosu var, şəkilləri də var, maraqlı şəkilləri. Keçən ilki olan festivalımızdan çəkmişəm. Maşallah, carspoterlarımız doludur. Mən də carspoter olmuşam əvvəl, yəni problem yoxdur. Bir dənə olarsa Ferrari'nin tam ətraflı yəni görsət. Sağ olsun, Azərbaycan Avtomobil Federasiyası və Nazar Holding çox sağ olsun ki, bu şəraiti bizə yaradır. Biz də belə maşınları görürük. Qabaqda daha maraqlı maşınlar var, Oktay, gəl. Gəl biz açıq yerlə gedək də, mən onları tam göstərəcəm. Burada bir dənə Rolls Royce'ımız dayanır, köhnə Rolls Royce. Qəşəng. Gəl bura, Oktay. Mənə görsədindir. İndi isə burada yenə Mercedes'in bir dənə retro karını görürük. Burada da, orada birazdan görsədəcəm, Nazar Holding'in butiki var. Yenə yerləşdiriblər. Orada bir dənə Bugatti görürəm, elektrikli sizə görsədəcəm birazdan, uşaq üçündür. Özü gedir ha, yəni elə belə deyil, elə belə saxlamayıblar. Burada bir dənə carspotter dostumuz var da. Adın necə oldu? Kambara.ks. Gəl görsədək səhifəsində. İndi bizim əlimizdən gələncə nə qədər görürsünüz, dəstək olarsınız, təzə başlayıb. Zəhmət olmasa səhifəsini də etiketləyərik yəqin. Buyur qardaş, uğurlar sən. İnşallah yaxşı baxışlar yığacaqsan. Azərbaycanda bu sferanı tanıtmaq lazımdır. Yəni qəşəng sferadır. Avtomobil sferasını pis işlərlə məşğul olmaqdansa avtomobil sferası ilə məşğul olmaq daha yaxşıdır. Sən takip atdım. Sağ ol. İndi mən səni yazaram. Festival koçlarının yanına keçmirik. Burada bir dənə sizin üçün
Mustangımız var. Qəşənglikdə. Səhv eləmirəmsə Azərbaycanda iminli bu komplektasiya çox az saydadır. Bəlkə də bir dənədir. Gəl bura, gəl bura, gəl bura, gəl bura, keç bura, keç bura. BMW M6 Human. Yəni qaqaş. Dayanmışıq burada, yəni Mercedes də gəl buradan səs-küy eləyər, qaqaş, kodlayar, yəni başqa söhbətlər olar. Burada bir dənə də dayanıb Mustang. Bura tam görsənilmir də, bir dənə də Mustang dayanıb burada. Qəşəng rəngi var özdə. Qaqaşın Instagram səhifəsində yəni yazılıb, kim istəyirsə podpiska atsın, çəkiliş bəlkə istəyən olar, yəni yazar özünə. İndi Oktay müəllim, keçək əsas momentə, keçək əsas maşının yanına. Nə deyirsən? Gəl öndən bir dənə var çəkək. Keçək önünü də görsədək. M6 bax. Özün yaxınlaşırsan. Gəl bura. Qaqaş. Karbon. Polnu karbon kapalını. Gözə qaqaşımız şəkil çəkir. Gəl bura. Bir dənə də burada Mustang. Maşallah çox car spotter yığışıb bu günlərim. Burada bir dənə qəşəng Mustangımız var. Rəngi də özdü, nömrə də özdü. İdealnidir. Mənim xoşuma gəldi. Heç fikirləşməmişəm ki, kanala bəlkə də Mustang obzoru çəkərəm, amma yəqin ki, çox güman ki, çəkiləcək Mustang obzoru xoşum gəldi. Bir dənə gözlə bəyənmədi. BMW-ni bəyənmədi qardaşımız. BMW Human'ı bəyənmir, ay ki, Mustang'ı bəyənmir. Bundakı olan onda yoxdur valla. Gəl bunun yanına, nə varsa bunda var. Gəl Mustang'ın yanına. Mustang da sağ olsun, bir dənə qəşəng kepka qoyub orada, Lamborghini kepkası. Mustang'ı Kobra'ya bax, söhbət eləyir ha, tamam. Gəlsin qaqaşımız da çəksin. Biz keçirik. Biz buradan qutardıq, keçirik əsas yerə. Əsas yerə keçmək üçün də burada da bir hissə sərgimiz var. Proje səhv eləmirəmsə Mercedeslərlə bu nədir o? Mercedeslərə aiddir. Yəni burada elə bir dənə maşınlar görürəm ki, gözüm yəni dayanmır. Deyir ki, get yanına. Maraqlı. Mən bura gəldim, siz getirsiniz. Gəl bura. Qabağına keçək. Bir dənə Mercedesimiz var, köhnə Cabrio. Dalıca bu nədir? Bunun markasını bilmirəm. Bu Jaguar'dır, nədir? Jaguar? Voznach yox, Jaguar. Bir dənə Jaguar'ımız var. Bir dənə də Shelby. Bir dənə olar zəhmət olmasa. Bir dənə keçək. Bir dənə olar biz keçək zəhmət olmasa. Aha, deyəm, baxa nəyə xod deyir? Proyekt var. Bu proyekti mən bir dənə istəyərdim, soruşum. Qardaş, bir dənə olar zəhmət olmasa. Maşın haqqında bir dənə qaqaşdan məlumat alaq. Salam, hər vaxtınız xeyir, Kənan. İstəyərdim sizdən maşın haqqında biraz məlumat alım, icazəniz varsa videoda düşəsiz. Bəlkə eləməyək. Bəlkə eləyək. Nikak? Eləməyək də, yaxşı. Çox uzun gedəcək. Çox uzun. Fəxridə görmüşəm bir-iki dənə də istəyərdim videoda. Əsas yəni maşın modeli nə gedir? Nə yığılıb? 2 dənə maşın, başqa maşın yığılıb da yox, bu Pobeda'dır, M20-dir. 5.7 kemi motorlandır. Danışmırsaq bəs eləyir. Burada ucu saxladım. İçəridə keçməyə icazə yoxdur, maşın görsədək. Alınsa bir gün çəkişin. Köhnə Mercedeslərimizi görürük. Yəni yığılıb. Bir dənə olarsa zəhmət olmasa biz keçək. Mercedes, bu yəni bu legendadır. Necə deyirlər? Boomer teması var ha. Boomer necə legendadır qaqaşım? Bu da elə legendadır. Öz vaxtının legendasıdır. Salam qardaş, yorulmayasan. Burada bir dənə də bu modellərin hamısını gələ öyrənərdik. Bax Supercars videosunda modellərin hamısını bildik. Yəni gündəlik çəkdiyimiz maşınlardır. Bir dənə olar biz keçək. Çox sağ ol. Bir dənə gəl. 2 dənə eyni modeldir bu. Yoxsa necə? 2 dənə eyni model maşınlardır. Burada da yenə bir dənə Ford Mustang'ımız var. Olar bir dəqiqəlik. Maşın haqqında bir dənə olar qardaş, siz zəhmət olsa maşın haqqında məlumat üçün. Sağ olsun, əmi getdi. Allah razı olsun. Sağ olun qardaş, necəsiz? Kənan, sağ olun. Olarsa bir-iki kəlmə maşın haqqında bir dənə səndən soruşardıq. Deyən. Maşınımız Azman Motors şirkətinin maşınlarıdır. Azman Motors şirkətinə məxsusdur bu maşınlarımız. Maşınımız 60-cı ilindir. Motoru 5 motordur, gördüyünüz kimi.
Maşallah gözəlliyi göz qabağında. Mən Sünkar sevinirəm ki, yəni şəhərimizdə belə maşınlar, yəni barmaqlandır və belə bir sərgilər olur ki, yəni cəmaət. bəli, sizlər də sağ olun ki, Çox bunları sağ olun, çox sağ olun. ekran qarşısında nümayiş edirsiniz, əziyyət çəkirsiniz. Allah əziyyətinizi yerdə qoymasın. Təşəkkür edirəm sağ olun. sizə. Əgər Çox sağ olun. alınırsa səsinə qulaq asa bilirik Nə? maşının. Maşının görüm açarını hara qoyublar sahibi? Sahib hara getdi? Sahibi söz dedim, çıxdı getdi. Sahib orada Rəsul idi. Sən Rəsul. Maşın açarlar. İndi bir dənə görək maşının səsindən qulaq asa biləcəyik, yoxsa Sən görək sahibi də. bir dənə tapla Mustangın açarını versin mənə. O mikrofonların ikisində nə idi onun adı? Dəmiri qarışdı bir-birinə. Bir dəqiqə. Maqniti güclü daha dikəyim. Bir dənə gözlə. Mən DJI ilə burada əlləşirəm. O motorunu açır, gözlə. Qardaş, biz ora keçid eləyənmirik, ya. Motorun altını bir dənə görsə deyən motorumuzun altında da 5 litrov yatır ha. Üzürü sayın. Keçək indi bura. Gəl bura, qapısı açıqdır, gəl bura. İndi keçəcəyik onsuz içəri. Salon çox təmiz qalıb. Yəni salonu qəşəng saxlayıb valla. Halal olsun ki, yəni salon belə idealni qalıb. Qardaşım bu açardı. Bu açardı. Всё. İndi məqam başlayır. Videonu saxla, keçək arxasına. Nəyinsən ya? Elə belə də gəl. Çox sağ ol qardaş, yəni şərait yaratdığın üçün. Elə birinci gəl. Oktay, sən qaldın qardaş. Burada oje bir dənə söhbət var. Neçənci ilin dizidir? 69-dur bir dənə motorun gözəlliyinə. Bir dəqiqə cabra. Burada bir dənə söhbət var. Qardaşım, ver rigi gəlsin. Yaxın, çox yaxın. Bir dənə fokusla mənim üzümü. Beş litr yəni söhbət eləyir, brat. 5 litr söhbət eləyir. 5 litrimiz burada söhbət eləyir. Motor da ki, yağ kimi işləyir ha, maşallah. Motor bomba qalıb, yəni ilinə görə salon da bəlkə bir gün alınlar bunun incələməsini çəkmək. İnşallah. Çox sağ olun qardaş, şərait yaratdığınız gün. Çox sağ olun, şad oldum. Sağ olun. Heç nə, keçək indi superkara. İçinə bax bir dənə. Bayaqlarımı vurğuladım orada. Yenə Nazar Holdingin, butikin burada Stentin qrupları, qəşəng koftaları, raketləri, Ferrari'nin. Mənimki Ferrari deyil, qardaş. Mənimki Lamborghini'dir. Lamborghini də burada görərəm inşallah. Lamborghini. Kaşloku deyim də belə. Yüngül bir dənə kaşloku. Heç nə. O gün bu normal satış olacaq bu günlərim. Qəşəng brloklar var. Yəni kim həvəskardırsa, maşın üçün yəni brlokları var burada. Çaşqalarıdır. Bayaqlarım bax vurğuluyurdum ha sizə Bugatti. Elektrik. Bu elə bilərsiniz ki, yəni dayanıb burada stand üçün. Bu stand üçün deyil, bu yəni gedir. Yəni sağ ol, fırlat. Rahat fırlat. Stand üçün kes qabağından rahat çək də, kes qabağına. Yəni mən özüm şahid olmuşam da bu maşın gedəndə. Maşın işlək vəziyyətdədir. Yəni elə belə deyil, işləyir bu maşın. İndi isə всё. Retro kar burada уже dayandı. Keçirik əsas məsələyə. Superkarsa. Всё.